Təsəvvür edin, ağlınızda super bir ideya var. İstər balaca bir qəhvəxana olsun, istərsə də nəhəng bir texnoloji layihə. Fərqi yoxdur. Yaşamaq və böyümək üçün hər bir ideya mütləq yeni bir dil öyrənməlidir. Bu dilin adı biznes dilidir. Yaxşı, bəs bu biznes dili dediyimiz şey nədir əslində? Onu deyim ki, bu dil təkcə mühasiblər üçün deyil, yox. Bu, həm də sizin kimi sahibkarlar, investorlar və bir şirkətin pərdə arxasında əslində necə işlədiyini anlamaq istəyən hər kəs üçündür. Gəlin elə bugün bu dilin qrammatikasını birlikdə öyrənək. Bugünkü bələdçimiz, baxın, Azərbaycanın mühasibatlıq lüğətidir. Buradakı stat isə bir şeyi çox-çox aydın göstərir. Biznesdə dili düzgün bilmək, həyati əhəmiyyət daşıyır. Bir sözü səhv anlamaq, bütün mənzərəni alt-üst edə bilər. Məhz elə buna görə də biz bugün bu dilin ən vacib sözlərini bir-bir aydınlaşdıracağıq. Gəlin belə edək. Sıfırdan bir biznesin hekayəsini başlayaq. Hər şeyin, amma hər şeyin ilk addımı onun maliyyə təməlini qurmaqdır. Yəni, aydınlaşdıraq görək, şirkətin nəyi var və kimə nə borcu var. Hər şey adətən sahibkarın qoyduğu investisiyala başlayır. Sahibkarın biznesə qoyduğu bu ilk vəsaitə kapital deyilir. Bilirsiniz, bunu biznesin təməl daşı kimi düşünə bilərsiniz. Hətta bir növ biznesin öz sahibinə olan ilk borcu kimi. Deməli, artıq pulumuz var, bu kapitalla biznes öz fəaliyyəti üçün lazım olan şeyləri alır. Məsələn, nağd pul, avadanlıq, bəlkə də bir ofis. Bax, bunların hamısı şirkətin aktivləridir. Qısacası, şirkətin sahib olduğu və gələcəkdə ona pul qazandıracaq hər şey aktiv sayılır. Amma bilirsiniz, bəzən təkcə sahibkarın kapitalı bəs eləmir. Biznesin daha sürətli böyüməsi üçün kənardan da pul lazım olur. Məsələn, gedib bankdan kredit götürürsünüz. Bax, bu borca da öhdəlik deyilir. Yəni bu, biznesin başqalarına, banklara, təchizatçılara olan borcudur. Bax, bu slayd həqiqətən də çox maraqlıdır. Burada gördüyümüz bu üç anlayış, aktivlər, öhdəliklər və kapital həmişə, amma həmişə mükəmməl bir tarazlıqda olur. Bu, biznes maliyyəsinin dəyişməz, sarsılmaz qanunudur. Aktivlər həmişə öhdəliklər və kapitalın cəminə bərabər olmalıdır. Başqa cür ola bilməz. Yaxşı, bəs bu qızıl qayda, bu tənlik özünü harada göstərir? Əsas maliyyə hesabatlarından biri olan balans hesabatında. Təsəvvür edin ki, bu hesabat şirkətin müəyyən bir gündə çəkilmiş maliyyə fotosudur. Hər şeyin donduğu və tam tarazlıqda olduğu bir anlıq görüntü. Əla, təməli qurduq. İndi isə biznesimiz işə düşdü, fəaliyyətə başladı. Artıq gündəlik əməliyyatları, yəni pulun necə gəlib getdiyini izləməyin vaxtıdır. Bu biznesin performans hekayəsidir. Gəlin baxaq. Performansı anlamaq üçün medalın iki tərəfinə də baxmalıyıq. Birincisi, şirkətə daxil olan pullar, yəni gəlir. İkincisi isə fəaliyyət üçün xərclənən pullar, yəni cari xərclər. Belə də deyə bilərik. Bir tərəfdən qazanırıq, digər tərəfdən də xərcləyirik. Amma bəzi xərclər var ki, biraz fərqlidir. Təsəvvür edin, biznesiniz üçün bir yük maşını aldınız. Axı siz bu maşının bütün dəyərini elə həmin an xərc kimi silmirsiniz. Çünki o sizə illərlə xidmət edəcək. Hər il istifadə olunduqca tədricən köhnəlir, dəyərini itirir. Bax, bu dəyər itkisini hər il kiçik bir hissə ilə xərc kimi qeyd etməyə amortizasiya deyilir. Beləliklə, müəyyən bir dövrün sonunda yekun nəticəni bilmək istəyirik. Bunun üçün bütün gəlirlərdən bütün xərcləri çıxırıq. Əgər gəlirlər xərclərdən çoxdursa, əla, şirkət mənfəət əldə edib. Yox, əksinədirsə, deməli təəssüf ki, zərər edib. Bu biznesin uğurunun ən vacib göstəricisidir. Bax, bu qazanc və xərc hekayəsinin hamısı mənfəət-zərər hesabatında öz əksini tapır. Yadınızdadırsa, balans hesabatına fotoşəkil demişdik. Onda mənfəət-zərər hesabatı da həmin dövrün videosudur. Bütün hərəkəti, bütün hekayəni başdan sona qədər göstərir. İndi isə ən maraqlı yerinə gəldik. Gəlin bütün bu öyrəndiyimiz terminlərin bir araya gələrək biznesimizin sağlamlığı və performansı haqqında necə bütöv və məntiqli bir hekayə yarattığını izləyək. Baxın, bu sadə bir balans hesabatıdır. Görürsünüz, şirkətin 15.000 avroluq aktivləri var, yəni nağd pulu və yük maşını. Bu rəqəm onun 5.000 avroluq kredit borcuna, yəni öhdəliyinə və 10.000 avroluq sahibkar kapitalına tam bərabərdir. 15.000 burada, 15.000 də orada. Mükəmməl tarazlıq. Bu isə həmin dövrün mənfəət-zərər hesabatıdır. Şirkətimiz 20.000 avro gəlir əldə edib. Ümumi xərcləri isə amortizasiyada daxil olmaqla 14.000 avro olub.
Beləliklə, dövrün sonunda cibimizdə 6000 avro xalis mənfəət qalıb. Bax, bu 6000 avro şirkətin ya böyümək üçün yenidən investisiya edə biləcəyi, ya da sahiblərinə verə biləcəyi vəsaitdir. Artıq hesabatları oxumağı bacarırıq. İndi isə gəlin bir addım geri çəkilib, daha böyük mənzərəyə baxaq. Niyə bütün dünyada şirkətlərin bu hesabatları eyni qaydada hazırlaması bu qədər vacibdir? Çünki qlobal iqtisadiyyatda etibar, şəffaflıq və müqayisə imkanı hər şey deməkdir. Bunun üçün də hamının danışdığı standart bir dilə ehtiyac var. Əks halda bir ölkədəki şirkətin hesabatını digər ölkədəki investor necə anlasın ki? Mümkün deyil. Bax, bu standart dilə maliyyə hesabatlarının beynəlxalq standartları və ya qısaca IFRS deyilir. Bu, elə bir qaydalar kitabıdır ki, Bakıdakı bir biznesin Dostundakı bir investor tərəfindən asanlıqla başa düşülməsinə imkan yaradır. Yaxşı, bəs bu maliyyə hekayələrini kimlər oxuyur? Bu hekayələrin auditoriyası, yəni iştirakçılar kimlərdir? Hər kəs. İnvestorlar gələcək qazancı görmək istəyir. Kreditorlar borcun geri qayıdacağını əmin olmaq istəyir. Rəhbərlik isə gələcək strategiyanı qurmaq üçün bu rəqəmlərə baxır. Yəni, eyni hesabat fərqli insanlar üçün fərqli hekayələr danışır. Beləliklə, gəldik yekuna. Bugünkü izahatımızda biz biznes dilinin kodlarını açdıq və gördük ki, bu əslində quru rəqəmləri toplamaqdan ibarət deyil. Bu, bir şirkətin bütün səyahətini, onun yaranışını, fəaliyyətini və nəticələrini danışmaq üçün çox güclü bir hekayə anlatma vasitəsidir. Və əsas məqam budur. Artıq siz də bu dilin təməlini bilirsiniz. İndi sizə bir sualım var. Bundan sonra hər hansı bir şirkətin maliyyə